Düzdür mü? Sonra bunun necə yazacağım ümumi? 2S2, 2P2. Və burada da bu formada bunun orbitallar formasında bunun çox oldu. B. X'i boş qalır. Elə deyil mi? 2S2, 2P2. Oksigen yazırıq. Oksigen 8. Oksigendə necə olacaq? 2S2, 2P4. Bunun orbitalını yuxarıdan yazacağım, rabitəni göstərmək üçün. Düzdür? 1, 2, 3. Bunu da qoşasını buradan yazın. Çünki burada 2 dənə qoşa var axı. Normalde birinciden yazıldı burada. Deməli, CO-da necə olacaq? Karbon və oksigen. Bax, bu təkdən bu tək. Ümumi elektron cüt hesablayanın bir dənə rabitə. Oldu mu? Sonra bu təkdən bu tək. İkinci bir rabitə. Oldu mu? Sonra baxın, burada boşdur. Boşdur. Burada da boşar. Bir daha rabitə də burada yaranır və biz bunu donor-akseptor rabitəsi deyirik buna. Donor-akseptor boşdan boşa. Burada avtomatik qoşa elektronunu verən oksigendir. Ona görə oksigen burada olacaq. Donor, karbon olacaq akseptor. Oldu? Sonra burada neçə rabitə var? 3 rabitə. 3 rabitə neçə elektrondur? 6 elektrondur. Bax, buradakı deməli belə bir məsələ var. Bu tərəf karbona aiddir, bu tərəf oksigenə aiddir. Bu tərəf karbona aiddir, bu tərəf oksigenə aiddir. Eləmi? Buradakıların ikisi də oksigen donora aiddir. Mən bunu X-dan çəkdim, buradan fərqləndirmək üçün. Deməli, burada donorun, deməli, neçə rabitə var dedik? 3 rabitə. Rabitə. Rabitələrdə neçə elektron olacaq? 6 elektron. 6 elektronun neçəsi donordur? 4'ü donor. Bunların hərəsini bizdən tək-tək soruşacaqdır. Oldu mu?